أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, bugünkü mövzumuzun başlığı: Əgər sən cənnətə düşərsənsə, dünyadakı həyat yoldaşını, əgər təbiidir ki, evlilərə aiddir, həyat yoldaşını seçərsənmi? Bu sualı əbəs yerə başlıq qoyaraq dərs bunun ətrafında hazırlanmamışdır. Ona görə bu hazırlanmışdır ki, çünki bizim əzəli düşmənimiz olan iblis bugün ən böyük mübarizəni ailə daxilində, sanki ən böyük düşmənlər birlikdə yaşayırlar kimi bir dünya formalaşdırmışdı. Yəni bu günlərdə ailə bağları o qədər qırılmışdır ki, o qədər ata-ana məhəbbətinin sönməsi və yaxud da ki, kişi-qadın arasındakı münasibətlərin pozulması o qədər korlanmışdır ki, bu işlər. Artıq ailələr hamısı qanun, hüquq çərçivəsində bir-biri ilə davranır. Mən bunu edə bilərəm, sən onu edə bilərsən. Halbuki bu işin təməlində bu belə deyil idi. Bunlar sevgi ilə həll olunardı. Amma indi isə qanunla həll olunur. Övladına əl qaldırmısansa, qanun qarşısında cinayət daşıyırsan. Həyat yoldaşına bir şeyi qadağan etmisənsə, sənin buna heç bir hüququn yoxdur deyərək, güya hüquq qoruyurlar, ailə bağlarını dağıtdılar, məhv etdilər və bu günləri də insanlar evlənmək üçün sanki dünyanın ən böyük yükünə yüklənəcək deyə plancızır. Bəli, dəyərli müsəlmanlar, əslində biz unutmayaq ki, biz insanıq. Təsəvvür edin, Allah bütün yaratdıqlarının içində ən böyük hörməti insana etmişdi. Və insan üçün cənnəti yaratmışdı. Mələklər cənnəti ondan istəyəndə o dedi, yox, mən bu cənnəti əllərimlə düzəltdiyim insanlar üçün hazırlamışam. Dəyərli insanlar, Allah bu qədər bu insanlığı sevirsə, amma insanlıq bu qədər korlanıbsa, Allah bunun nəyini sevir görəsən? Görəsən bunun harasını sevir ki, bu insanlar nə gündədir? Deməli, dəyərli insanlar, əslində biz insan olaraq, gözü pərdəli olaraq, hətta biri-birimizin qədrini belə layiqincə bilmirik. Ona görə biz bir-birimizə qarşı soyuq münasibətlərdə oluruq. Bütün bunlar Allah qatında bir cahillikdir. Çünki Allah bilir ki, insanların içindəki o düşmən, iblis götürülsə, insanlar necə sevəcəklər bir-birini? Biz insanlar Adəm və Həvvanın törəmələriyik, dəyərli insanlar. Təsəvvür edirsən, Adəm əleyhissalam cənnətdə idi. Cənnətin bütün növlərindən istifadə edə biləcək icazəsi verilmişdi. Bir ağacdan başqa. Bütün cənnətin keyfini yaşayırdı Adəm əleyhissalam. Amma sizin xəbəriniz var ki, Adəm əleyhissalam o cənnətin içində qərib kimi davranırdı, darıxırdı, özü də bilmirdi niyə darıxır. Allah isə bilirdi o niyə darıxır. Allah bir gün Adəm əleyhissalam yatmışdı, Həvvanı yarattı. Adəmin bu plandan xəbəri yox idi. Həvva anamız oturmuş vəziyyətdə Adəmə baxır və o da çox təəccüblə baxır ki, bu nə məxluqdur, necə mənə bənzəyir. İnsandır da yəni. Adəm əleyhissalam da yatıb. Adəm əleyhissalam yuxudan oyandıqda
Həvva anamızı gördükdə, aman Allahım, ona bir sevinç gəldi ki, onun üzünün çöhrəsi elə bir halı aldı ki, o ayağa sıçrayaraq, dik ayağa qalxaraq, əllərini Həvvaya uzadıb dedi, Həvva, mənim parçam, yəni sanki mənim ruhum, mən bunu axtarırdım. Yəni bir sevinç içinə gəldi, bir həyat yaşamağa başladı ki, onun o həyatının dəyişilməsi, onun o sevinci yaşaması Allaha o qədər xoş gedirdi ki, çünki Allah yaratdığının nə ilə daha gözəl yaşayacağını bilirdi ki, o öz parçasını tapmışdı. Qədimidən onu tanımırdı ki, onu tanımırdı, ilk dəfə görürdü. Bəs nə idi o sevgi? İnsanlar biri-birini tamamlamalıdır. Biz biri-birimizi tamamlayırıq. Amma bizim rəqib iblis və bir də ki, içimizdəki ambisiyalarımız buna qarşı çıxaraq bizi çöldəki düşməndən çox evimizin içindəkilərlə düşmən olduq. Yəni insan bəzən ata-anasıyla, xalasıyla, bibisiyle elə düşmənçilik edir ki, heç yadla bunu etməz. Bunun səbəbi bizim insani duyğularımız deyil. Bunun səbəbi iblisdir. İblis beynimizdə elə oyadır ki, o duyğuları, hey nifrət yaradır bir-birimizə. Sanki sevərək evlənməmişdilər. Hələ yadına sal, həyat yoldaşını seçdiyin günü, ona evlilik təklif etdiyin günü, axı sən həmən gün xoşbəxt idin. Nə oldu ki, səni belə qəzəbləndirib ki, sən cənnətə düşmək üçün belə onunla cənnətdə olmaq istəmirsən? Yəni dərsə başlıq olaraq bu adın qoyulmasında əksər insanların xeyr, mən onu seçmərəm deməsidir böyük ehtimal. Çünki bunu praktikadan və sorğu-suallar nəticəsində biz görürük bunları, dəyərli insanlar. Amma bu belə deyil. Heç nə bizim düşündüyümüz kimi deyil. Yəni, belə olmayacaq. Dəyərli insan, kim bu suala cavab verərkən, yəni özü özlüyündə, tutaq ki, bu başlığı oxuyanda, xeyr, mən onu seçmənəm, hələ dünyada ondan az çəkmişdim, bir gedib cənnətdə də ondan bir bezəcəyəm, bezar olacağım, kimi sözləri də hər halda deyənlər oldu. Yəni özü içində. Xahiş olunur ki, həmən o sözü demisənsə, o fikri bir kənara qoy, çünki o fikir nə qədər sənin düşüncə mərkəzində olsa, bu dərsin sənə faydası olmayacaq. Hələ bir onu çıxart başından, hələ bir de, yox, mən qərar verməmişəm, bir dərsə qulaq asım, sonra qərar verəcəyəm. Çünki bu dərs səni manipulyasiya etmək üçün hazırlanmayıb, səni aldatmaq üçün hazırlanmayıb. Gerçək sənə deyilsin, bir gerçəyi gör, sonra gör nələr baş verir. Dəyərli insanlar, biz əgər həyatda bir-birimizi seçmişiksə, Allah buna icazə veribsə, bu baş veribsə, bilginən ki, sənin həyatının ən xeyirli adamı sənə qismət olub. Baxmayaraq ki, dünyada düşmənsiz. Bu düşmənçiliyin səbəbi iblisdir. Düşmənçilik gerçək deyil, süni şəkildə artırılmışdı. Amma səni onu sevməyin gerçək idi. Sən həqiqətən onu sevmişdin. Daha biz sevib hə deyənlərdən danışırıq da. Yəni sevib hə deyib və sonra deyir, mən nə bilim belə olacaq, mən nə bilim belə olacaq. Bu mən nə bilimlərə gəldikdə heç kəs heç nə bilmir ki. Heç insan övladı dünyaya gəlir. Nə bilirsən ki, övlad insana bəzən düşmən olur. Nə edək? Övladları da sevməyək, ata-ananı da sevməyək. Nə edək ki, yəni? Yəni, bəs biz kimi sevək ki, biz insan olaq? Deməli, dəyərli insanlar, sənin qismətinə çıxmış insanlar, hamısı sənin üçün ən xeyirli insanlardır. Allah şahiddir ki, sən qiyamət günü təsəvvür et, həyat yoldaşından, anandan, qardaşından
Min illərdir uzaqdasan. 1000 ildir onları görmürsən. Nə danışırsan? Sən dünyada bir neçə müddət birini, hətta zəhlən getdiyin birini belə görməyəndə, sonradan onu xatırlayanda deyirsən ki, məndə idi bəlkə də günah. Kaş ki, heç belə olmayaydı. Nə oldu? Normal insandır da. Necə ki, bəzən insanlar öldükdə biz necə bağışlayırıq onları. Halbuki onlarla konfliktimiz böyük idi. Amma ölümdən sonra bağışlayırıq. Çünki içimizdə duyğular var, insanlıq var. Bizi bir-birimizə bağlayan bağlar var. Allah bilir ki, bizim içimizdəki duyğular nədir? Hələ ona görə də hətta ayə endirmişdi. Ki, yəni o adam ki, deyir ki, mən cənnətə düşsəm, heç vaxt həyat yoldaşımı seçmənəm. O mənə dünyanı dar etdi. Amma onu da deyim, əgər o yəni seçməyəcəyi adam kafirdir deyə bunu deyirsə və yaxud da ki, o adam sonradan dindən dönüb, nələrsə olub, yəni Allahsızlıqdırsa, o başqa mövzudur. Yəni, əlbəttə ki, Allahsız birisi cənnətə düşməz. Biz cənnətə düşən adamla danışırıq. Cənnətə düşən adam kimdir? Yəni, günahkar olub, Allah onu bağışlayıb. O sənin həyat yoldaşındır, dünyada olub. Onu sən orada bağışlayacaqsanmı? Allah deyir, hə, bağışlayacaqsan. Bəli, bəli. Allah Subhanahu taala bu barədə ayə endirmişdi. Əraf surəsi 42-ci ayədə Allah Subhanahu taala ayədə buyurur ki: "Və-nəza'na ma fi sudurihim min ghillin tecri min tahtihimul enhar." Biz onları cənnətə salarkən içlərində olan dünyadakı nifrətləri onların qəlbindən çıxardacağıq. Yəni, o nifrət qəlbdən çıxandan sonra Allah deyir, onları bu formada cənnətə salacaq. Bu formada. Yəni, Allahın Rəsulu deyir ki, bir insan öz həyat yoldaşını seçmədikcə, heç vaxt huri seçməyəcək. Yəni, ona evlilik təklif edəndə heç bir kişi huri seçməyəcək. Öz həyat yoldaşını seçəcək. Çünki o onun bir parçasıdır. Huri isə onun parçası deyil. Huri xüsusi yaratdırılmış bir cənnət gözəl qadınıdır. Amma o bizdən deyil. Bizə doğma olan anamız Həvvadan doğulanlardır. Yəni insandır. Amma bütün buna baxmayaraq şeytan bir oyun gətirdi başımıza ki, biz dünyada bir-birimizə nifrət etməli olduq. Amma həmən nifrətlər İblis öləndən sonra o nifrətlər də öləcək. Biz ayılacağıq ki, aman Allahım, biz dünyada nə cahil olmuşuq. Hətta biz bəzən dünyada bu baş verir bizdə. Yadınıza salın orta məktəbi. Misal üçün orta məktəb deyirəm. Ola bilər kimisində bağça, kimisində orta məktəb və yaxud da ki, qonşu dostlarınla. Uşaqlıqda bir-birimizə bəzən elə düşmənçilik edərdik ki, o öz valideynin gətirərdi, bu məni döyüb, biz də ona qarşı nifrət edərdik, niyə valideynini çağırmısan, kimi düşmənçilik yaşayardıq. Amma illər keçdi, yaşlandıq və bu günlərdə biz o söhbətləri biri-birimizlə danışarkən gözlərdən sevinç göz yaşları gəlir. Və bir-birimizi istəyirik, bağrımıza basaq ki, biz nə gözəl günlər yaşamışıq. Halbuki həmən vaxtı xoşbaxt deyildik. Biz deyirdik ki, o mənə pislik eləyib, istəyirdik ki, onun cəzası verilsin. Amma bugün o hadisəni xoş xatırlayırıq. Səbəb? Çünki o gün cahil idik. Bugün arif olmuşuq. Yaşımız var, başa düşürük ki, o düşmənçilik deyil. Bax, bunu təsəvvür et daha böyük bir masştabda, daha böyük bir çərçivədə. Cənnətə getirsən, orada hansı ağılda olacaqsan? Sən orada da dünya ağılındasan ki, deyəsən ki, yox, bu mənə zülm edib. Zaten o pis adam olsa cənnətə gəlməz. Cənnətə gələcək birisidirsə, deməli o xəta eləyib, o səhv eləyib və o sənə qarşı o gün elə bir bağra basma,
elə bir üzrxahlıq götürəcək ki, heç kəs deməyəcək ki, mən bağışlamıram. Heç kəs. Təsəvvür edin, bir qudsi hədisdə Allah belə buyurur. 2 nəfər, biri qatil olmuş, o biri maktul, öldürülmüş. Allahın huzuruna qalxıblar. Öldürən cənnət əhlidir. Ölən cənnət əhlidir. Yəni mömin insan idi, onu öldürüb birisi. Amma öldürənin özü də sonradan müsəlman olub, elə dinə gəlib ki, elə Allahdan üzrxahlıq götürüb ki, Allah üzərinə götürüb, mən sənin işini düzəldəcəyəm. İndi Allah onun işini düzəldən vaxtıdır. Məhkəmədir, həmin adam cənnətə icazə verilib, gedəcək, amma həmin adam deyir, Allahım, mən bu adamdan intiqamımı almaq istəyirəm. Bu mənə dünyada nə zülm etdi, nə zülm. İntiqam istəyirəm. Allah ona deyir, axı mən onu bağışlamışam, mən onu bağışlamaq istəyirəm. Sən isə onu bağışlamırsan. Qaldır başını, hələ düz bax. Həmin adam, yəni öldürülmüş, qaldırır başını, düz baxır. O bir saray görür. Gözləri qamaşır. Deyir, aman Allahım, ora, o nədir belə, o cənnətdir. O kimin cənnətidir belə? Allah deyir, səncə kimin cənnətidir? O deyir, o gözəl cənnət olsa bir peyğəmbərin olar. Çünki insan belə gözəl yerə sakin ola bilməz. Deyir ki, xeyr, peyğəmbər deyil. Deyir, onda şəhiddirmi? Deyir, xeyr, şəhid də deyil. Deyir, kimdir ki, ya Rəbbim, ora kimin yeridir ki? Allah deyir, dünyadakı nifrətlərini, dünyadakı kinlərini biri-birinə bağışlayanların cənnətidir ora. Əgər sən qardaşını bağışlasan, sizin ikinizi də ora göndərirəm. O adam Allahın bu sözünü eşitdikdən sonra sevinç gözyaşlarıyla həmən qatilini bağrına basaraq deyir, Allahım, mən buna halal edirəm haqqımı. Allah onlara deyir, gedin ikiniz də cənnətə. Onlar bir-birlərini bağrına basdıqları formada, hətta buraxmırlar bir-birlərini. O qədər sevərək ikisi də cənnətə doğru gedir. Baxın, dəyərli insanlar, biz elə düşünməyək ki, bu nifrətlə Allahın huzuruna da gedəcək. Allahın huzurunda bu nifrətdə olmayacaq. Biz cahilik. Biz bəzən cahillikdən zülm edirik və bəzən də cahillikdən bağışlaya bilmirik. Ona görə də bağışlamağı bacarmaq Allaha məxsus xarakterdir. Əgər sən də bunu bacarırsansa, deməli sən dahisən, sən daha böyük adamsan. Bağışlaya bilmirəm sözü yoxdur. Əlbəttə ki, o dinsiz, imansızdırsa, əlbəttə haqqındır, heç zaten bağışlasan da o cənnətə getməz. Amma o müsəlmandırsa, Allahın mömin quludursa, amma edib də insandır. Onu bağışlamaq olmalıdır. Ona görə dəyərli insanlar, heç kəs bu söz üçün tələsməsin. Mən həyat yoldaşımı cənnətdə seçməyəcəyəm, demə. Demə, sən təki arzu elə, sən cənnətə düşəsən. Zaten cənnət elə yerdir ki, orada sənə Allah sıxıntı yaşatmaz ki. Cənnətdə də hər nə yaxşıdır, bir dənə sevdiyin adam yaxşı deyil. Belə cənnət olar. Məgər hər nəyin yaxşılığı sevgi ilə başlamırmı? Yəni bir insan sevmədiyi ilə yaşayırsa, ondan sonra nə olsa o xoşbaxt olar ki? Nə onu xoşbaxt edər ki? Evmi? Minikmi? Yeyib içməkmi? Heç nə onu xoşbaxt etməz. Sevmədiyi ilə birlikdədirsə. Deməli, xoşbəxtlik elə sevdiyinlə birlikdə olur. Hətta ondan sonra acılıq olsa belə zövqlü olur. Ondan sonra heç bir imkan olmasa belə dünyada o zövq olur. Çünki sevdiyinlə birlikdəsən. İndi cənnəti təsəvvür et. Ona görə də, əgər hər bir şəxsin həyat yoldaşı, ikisi də cənnətə düşdülərsə, heç vaxt ola bilməz ki, onlar bir-birlərini sevməsin, bir-birlərini seçməsinlər.
onlar bir-birlərini seçəcəklər. Bəli, indi burada kiçik nüanslar ola bilər. Biz bütün detallara burada toxunmuruq. Yəni sadə sözlə, yəni bir sözlə desək, bəli, sevmirəm, orada da onu sevməyəcəyəm sözü keçməz. Yəni orada sevəcəksən. Çünki səni sevmədiyi və səbəb buradakı iblisin qurduğu oyunlardır. Artıq iblis də ölüb, sənin içindəki nifrət duyğularını da Allah çıxardıb səndən. Necə ki, bayaq Ərəf surəsində oxuduğumuz kimi. Daha nə qaldı ki? Ona görə də heç kəs özünə bəddua etməsin. Ki, Allah məni öldürsün, çaş ki bununla evlənməyəydim, çaş kilər, bax bu sözləri demə. Əksinə, de ki, Allah ona hidayət etsin. Allah onu haqqa gətirsin. Ki, yəni, çünki sən onu başlanğıcda sevmisən. Başlanğıcda sevmisənsə, deməli, sevgində xətalı deyilsən. Heç vaxt xətalı deyilsən. Amma nəsə bir həyatdır, bəzən başımıza hadisələr gəlir, özümüz günahkar oluruq, onun cəzasını çəkirik. Necə ki, Allah Subhanahu Qur'an-ı Kərimdə də İsra surəsi 11-ci ayədə buyurur: "Yəd'ul insanu biş-şerri du'aahu bil-xeyr." İnsan bəzən özünə xeyir arzuladığı kimi, bəzən də özünə şər arzulayır. Şər arzulayır. Övladı olub, batsın belə uşaq heç mənə lazım da deyil. Sonra uşağın başına bir iş gəlir, fəryad qopardır. Allahım, niyə mənim övladım oldu? Deyəndə ki, bəs 3 gün bundan qabaq elədiyin o bəddua nə idi? O deyəcək ki, mən sözdür deyirdim də. Yəni, bu o demək deyil, indi sən nə dedin, Allah onu tutdu və belə oldu. Yəni, bu belə də ola bilir. Yəni, bəddua etmə. Yaşadığın evə demə, bu evi batsın, bezdim bu evdən. Demə. Sonra başına bir iş gəlir. Sonra da onun səbəbkarı sən özün olmuş olursan. Və ona görə də, yəni, sevərək evlənmisənsə, sonradan nələr baş veribsə, artıq sevmirsənsə, bilginən ki, o şeytandır. O şeytandır, o gerçək deyil. Gerçək sənin sevgindir. Və Allah o sevgini sana, sizə cənnətdə qaytaracaq. Tələsməyin o söz üçün. Selamun aleykum və rəhmətullahi və bərəkətuhu.